Əli Hüseynov. Kərbəla yolunda olmuş. Xeyr. Allah nəsib edər inşallah. Cəm arzusunda olanları mən günahkar qul etsin. Həsrət necə? Aparırsan o yola. Aparım. Nə istəyirsən? Ağanın huzurunda olmaq. Kərbəla yolunda olmaq. Deyirlər o yol çox çətindir. Dözərsən. Hər şey hazırdır. İnşallah ki dözərəm. Ağanı görmək üçün. Hər şey hazırdır. Qidalar da var. Dincəlməyə yerlər də var. Amma yenə ağırdır. Seyid, sənə qurban, o yola dincəlmək üçün yox, o yola ağanı görmək üçün. Bilirəm, deyirəm ki, hamı hələ deyərdi. O yola ağamı görmək üçün gedim. Bəli. Yəni deməyim odur ki, o yolda xidmət var. Yəni narahat deyilsən o qədər. Amma çox çətindir o yolu getmək. Sizcə bəs? Seyid, belə bir şey deyim. İnsan sevdiyi şeylərin yolunda ölümə belə hazır olur. Yəni o yola çıxan ölümü düşünmür. Mən Allahımdan bunu istəyərəm ki, Allah Taala bütün arzusunda olanlara nəsib etsin. Mən günahkarlıq bəndəsidir içində. Ağamı görüm, orada mənim canım alsın. Ağamı görüm, ağamı ziyarət edeyim, orada mənim canım alsın. Bəs Allah Taala sənə bir günü qismət eləsəydi ki, həmən yolda İmam Hüseyn yolun üstündə olaydı. Deyərdi, ey gənc, yaşa, məni yaşa. Sən nə deyərdin? Təbii ki, yaşadar. İndi istəyərdin ölmək? Yox, təbii ki, ölmək istəmərəm, amma çətindir deyirsən, Seyid, düz olmamışam o yolda. Allah nəsib edər inşallah. Yəni, çətinliyi ölüm də olsa belə, yəni bilsəm ki, ora gedib öləcəm, mən Allahımdan onu istəyərəm ki, ağamın huzuruna gedim, ağamla danışım, sonra canımı alsın. Bilirsən nə çətindir orada? Nə? Orada hər şey var. Bayaq dedim axı, Bəli, dincələ girirsən. bəli. Hər nə istəsən nemət də var. Əgər aşiq olsan, düşünsən ki, Əhlibeyt sürgün olanda torpaqla, küləkdən, qamçıdan başqa burada heç nə yox idi. Orada bir şey çətindir, Seyid. O yolu gedərkən orada olan hadisələri xatırlamaq. O çətindir. O yolda olarkən o xatirələri xatırlamaq, o anları yaşamaq, o çətin. Həm də çox çətin. Onu yəni, yəqin ki, siz olmusunuz, siz o anları yaşamısınız, amma mən olmamışam. Mən olmadığım halda onun çətinliyin dərk edirəmsə, o yolda olurkən, yəni onun çətinliyini dərk etmək daha ağır olar, o çətin olar. Bizim getdiyimiz bu yol ki var, bizim öyrəndiyimiz bu yol ki var, Əhlibeyt yolu. Allah Taala bizi o yoldan ayrı salmasın. Allah Taala bizi o yolda olanlardan qərar versin. Və mənim Allahdan bir arzum da var ki, Allah Taala bizləri səzdədə olarkən dünyasını dəyişən bəndələrindən eləsin. Və İmam Hüseyn ağanın ziyarətini qəbul etsin. Və sözsüz ki, Allah Taala'nın da sevimli bəndələri, sevimli şəxsləri olur. Onlardan da bir İmam Hüseyn ağadır. Allah Taala o günü nəsib etsin, ağanın huzurunda olum. Yəni, ilk öncə özüm üçün yox. İlk öncə bütün mömin və möminə bacıların, qardaşların, günahların bağışlanması üçün. Sözsüz ki, hər birimizin günahı var, günahsız qul yoxdur. Sonra da mən günahkar qulumdur. Günahları bağışlansın. Yəni, belə bir şey deyim də, Seyid. Əgər mənim əlim suya çatırsa, yəni suyu görürəmsə, düşməni unudub suya qaçar.
düşməni unudub suya qaçardım. Ölsəm də, şəhid Suya olsam da, qaçardın. suya qaçardım. Su aparmaq üçün. Susuz qalan uşaqlara su aparmaq üçün. Necə ki, Əbülfəz su gətirməyə getmişdi. Birdən apara bilməsin. Apara bilməsəydim, amma yenə aparmağa çalışardım. Yəni Kərbəla yolunda çox şəhidlər oldu. Bəli, Zülmlə, bəli, əzablarla, hətta belə deyək ki, yandırıblar da. Yəni əllə yandırmırlar, dillə, əzabla yandırırlar. bəli. Ciyərparə eliblər insanlar. Bildiyin körpələr ki var orada şəhid olurlar. O körpələrdən biri də Rüqəyyə. Oturub gözləyir. Söz verdin axı. Sən də əlində bir su var. Hələ istədin ki, Rüqəyyə su vermək. Həzrət Rüqəyyə xanım. O yandan da Əliəsxər sənə baxır. Çətin sual deyə. Çox çətin sualdır Seyid. Neyniyərdin? İndi təbii ki, fikirlər müxtəlif olur. Yəni, düşmənin də əlində nizə. Yəni, bir bizi vurmaq üçün variant axtarırsa, mən ona görə Əliəxsərə qaçardım. Çünki bilirəm axı, mən Rüqəyyə xanıma da versəm Əliəxsərə qaçacaq. Heç olmasa Əliəxsərin boğazına bir damız da olsa su gələr. Həmin ox səni yandırır. Yandırır Seyid, yandırır. Özü də çox yandırır. Mən xütbələrdə də çox qulaq asıram. O ki, Əliəxsərə batan ox yandırır Seyid, çox yandırır. Yəni mən o hadisəni xatırlayıb, o anı düşünüb kövrəlməyən bir insan tanımıram ki, yəni bir insanın qəlbi nə qədər ox olar ki, daş olar ki, o hadisəni xatırlayıb kövrəlməyən, o hadisəni xatırlayıb dolmayan, o hadisə onu məhv eləməyən. Allah əhli beytin düşmənlərinə lənət eləsin Seyid. Allah biz əhli beyt yolundan ayrı salmasın. Səndə necə baş verdi? Məndə də oxuya-oxuya, görə-görə, yəni eşidə-eşidə o eşqə düşdüm. Allah bizi o eşqdən ayrı salmasın. Hələ Kərbəlanı görməmsən. Görməmişəm. Allah nəsib edər inşallah. Birdən gedib görsən. Allah nəsib edər. İmam Hüseyn ağa ilə danışa bilsən, nə diləyərdi? Seyid, dediyim kimi İmam Hüseyn ağa ilə danışa bilsəydim, birinci özüm üçün yox, mömin və möminə bacı qardaşlar üçün, ailəm üçün, yaxınlarım üçün dua edirəm. Sonra da mən günahkar qulunun günahların bağışlanmasını diləyirəm. Sən Kərbəlaya getməyənə qədər İmam Hüseyn ağa sənin qonağın olacaq. İnşallah. Necə qarşılayarsın? Elə sual vermədə Seyid, belə sual ver. Necə qarşılamazsın? Necə qarşılamazsın? Onu görməyə belə sevən bir qul. Onu görərsən necə qarşılayar? Bir də mən süfrəyə hər şeydən öncə su qoyardım. Necə ki deyir, hər kimsə bir stəkan su içərsin, məni xatırlasın. Bu söz elə belə söz deyilsin.